ümumiyyətlə məsləhətdir ki, bu göz dəymədir, bu həsəddir, bu cin musallat olması və s. Bu şeylərə çox alüdə olmamaq, qəlbi bu şeylərə bağlamamaq, qəlbi bu şeylərlə qorxutmamaq, qəlbi bu şeylərlə qorxaq etməmək. Bizdə var bəzi qardaşlar, o da o bayaqlar dediyim o qəlbdə olan, məsələn, Allah qorxusu, Allaha təvəkkül, bunun zəifliyindən ümumiyyətlə insanın zahirində olan, əməlində olan bütün zəifliklər qəlbə qayıdır. Bunu bilin, bu qaydadır. Bu qaydadır qardaş. İnsanda olan ibadətində, əxlaqında, kişinin yoldaşı ilə arasında olan problemlərindən tut, övlad tərbiyəsindən, ailəsinin içində, qonşuları ilə ümumiyyətlə nə problemi varsa onun əməli ilə əlaqəli, yəni. Onlar zahiri ilə əlaqəli, bəli. Onlar hamısı qayıdır qəlbə. Bu qaydadır. Bu Allah və Rasulunun qoyduğu qaydadır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bədəndə bir ət parçası var. O salamat olsa bütün bədən salamat olacaq. O fəsada uğrasa bütün bədən fəsada uğrayacaq, o da qəlbdir. Bu qaydadır. Yəni insanın əməllərinin islahı buna bax, ifsadı buna bax. Qəlb nəyi əmr edirsə orqanlar ona edir. Bu elə qəlbdə olan o təvəkkülün, Allah qorxusunun zəifliyidir. Bəzi insanlar var, nə olur? Dişi də ağrıyanda bağlayır cinə. Bu cin girmənin diş ağrısına nə əlaqəsi var? Bizdə bir misal var, deyir, öz kölgəsindən qorxan adam. Yəni artıq o vəziyyətə ki, insan biz bu o demək deyil ki, biz gözdəyməni inkar edirik. Yox, bu Quran və sünnə ilə sabitdir. Həsəd, gözdəymə, cinin musallat olması, bunu bidət əhli inkar edir. Bu Quran və sünnə ilə sabitdir və lakin hər şeyin həddi var. Hər şey belədir. İnsan gərək həm təfriddən, həm ifratdan uzaq olsun. Vasat, orta olsun. Bu məsələlərdə də həmçinin durub hər şeyi bu şeylərə bağlamaq olmaz. Hətta, bax, hətta belə fərz edək ki, bir adam bilir ki, dəqiq bunun başına gələn bu fəsad kiminsə göz dəyməsinin səbəbi ilə olur. %100 buna əmindir. Hətta o anında belə, o halında belə həmin insanın qəlbini Rəbbinə bağlaması qəlbdə olan Allaha qarşı o yəqin iman, o yəqin təvəkkülün dəllidir. Və qul belə olur. Hətta yəqinən belə bilsə, ona görə o hədisdə ki gəlir, 70.000 nəfər cənnətə hesabsız girənlər bu ümmətdən, 70.000. Onların vəsfləri necə gəlir? Çox namaz qılanlar, çox oruç tutanlar. Yox, vəsflərə bax, rüqyə elətdirməzlər. Rüqyə elətdirməzlər. Xəstələnəndə kimdənsə rüqyə tələb elətdirməzlər. Bu nəyə işarədir? İkinciyə bax, uğursuzluğa inanmazlar. Nəyə işarədir? Aydındır hər şey. Od ilə müalicə almazlar. Və hədisin davamına bax, hər hallarında Rəblərinə təvəkkül edərlər. Bax, bu qəlbin, bu nemətin əvəzidir. 70.000 cənnətə hesabsız girənlər. Vəsflərə bax, Allah Rasul demədi. Çox namaz qılanlar, çox oruç tutanlar, çox sədəqə verənlər, çox həcc edənlər. Yox. Kimlər? O kəslər ki, rüqyə elətdirməzlər. Uğursuzluğa inanmazlar. Hər halları ilə Allaha təvəkkül edərlər. Bax, bu həmin məsələdir. Ona görə insan Rəbbinə təvəkkül eləməyi bilməlidir. Səbəbin yerini bilməlidir. Səbəbdən tutunandan sonra Allaha təvəkkül eləməyin yerini bilməlidir. Və sahabələrdən Uqqaşə radiyallahu anhu durub deyəndə ki, ey Allahın Rasulü, mən onlardanam və dua et mən onlardan olum, deyir ki, sən onlardansan. Və başqası durur, deyir ki, bəs mən, deyir, Uqqaşə səni keçdi, səni ötdü bu məsələdə. Həmin o 70.000 hesabsız cənnətə girənlərdəndir. Həmin sahabə adına bilir və şəhadət verir. Yəni bu fikir ver, həmin bu qəlbin, o qəlb ki, yalnız Allaha təvəkkül edir. O qəlb ki, yalnız Allaha bağlıdır, o qəlbin əvəzidir. Hesabsız cənnətə girir. Ona görə qəlb önəmlidir. Həmçinin bu şeylər elə şeylərdir ki, ümumiyyətlə, adətən göz dəymə, bu həsəd, cinin musallat olması və s. bu kimi şeylər, bu şeylərin baş verməsində bir çox səbəblər var. Və lakin səbəblərdən birisi, zəif qəlb. Zəif qəlbə bu tez təsir edir. Səbəblərdən birisidir. Yəni, bu o demək deyil ki, güclü qəlbə təsirləmir. Yox, amma səbəblərdən birisidir. Yəni, bu belə bir şeydir ki, məsələn, ümumiyyətlə, cinlər daima insanlara həsəd edirlər və daima özlərini onlardan üstün görmək istəyirlər. Və onlar görəndə ki, insanlar onlara önəm verir, onları şişirdir, böyüdür və onlardan çəkinir, bu onları daha da cürətləndirir. Və bu da var. Ona görə çox vaxt bu şeylərin təsiri zəif insanlara olur. Çox vaxt bu şeylərin təsiri zəif insanlara olur, qorxaq insanlara olur. Şeyxlərdən birisi danışır ki, deyir, küveytli şeyxlərdəndir, deyir, bir gün birini gətirdilər yanıma müalicə edim deyə. Nəysə, Allahın kitabından, Allah Rasulunun sünnətindən bildiyi müəyyən dualarla, ayələrlə bunu deyir, fayda verməyə çalışdım və dua elədim, namaz qıldım və s. Özü danışır şeyxdir və deyir, Allah Azza və Cəllə səbəb etdi və həmin insan sağaldı və üstündən bir neçə gün keçəndən sonra gördüm, biri də gəldi
Və belə-belə gördüm ki, bunların sayı artır. Yəni gələnlərin sayı artır və bunu yəni misal çəkməkdə onun səbəb nə idi? Deyir, heç belə deyil. Yəni belə olmur. Amma o zaman ki insanlar başladılar onlara diqqət yetirmək, qorxmağa və hər şeyi onlarla bağlamağa, qapıda duranların sayı çoxaldı. Xəstələrin sayı çoxaldı. Bəs bu vaxtacan harda idilər? Aydındır. Buna görə bu hadisə nəql edir, ibrət kimi. Bax səbəblərdən birisi bu.